Rusiya-Ukrayna müharibəsi Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinə mənfi təsir göstərib. Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib. Təəssüf ki, 3 ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi iqtisadi münasibətlərimizə mənfi təsir göstərib. Nəticədə 2021-ci ildə 1 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 600 milyon, 2023-cü ildə 350 milyon, 2024-cü ildə 30% artımla 460 milyon dollar olub deyə Ceyhun Bayramov bildirib. Nazir əlavə edib ki, Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək. Onun sözlərinə görə Azərbaycan tərəfindən bugüna kimi 40 milyon dollardan artıq Ukraynaya humanitar yardım göndərilib. Nazir həmçinin Azərbaycanın yaxın dövrdə keçiriləcək Ukraynanın bərpası konfransında da iştirak edəcəyini bəyan edib. O, həmin konfransın Ukraynanın bərpası prosesi üçün əhəmiyyətli tədbir olduğunu vurğulayıb. Qeyd edək ki, Ukraynanın bərpası konfransı 10-11 iyul tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək. Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa isə deyib ki, Kiyev Azərbaycanın bu ilin iyulunda Romada keçiriləcək Ukraynanın bərpası üzrə konfransda iştirak etmək qərarını alqışlayır. Onun sözlərinə görə qarşıdan gələn konfransda müharibədən sonra ölkənin bərpası üçün böyük yardım paketi ayrılacaq. Şadam ki, Azərbaycan kimi sülhsevər bir ölkə bu konfransda iştirak edəcək. Biz gözləyirik ki, ayrılan vəsait həqiqətən də ölkəni qaydaya salmağa kömək edəcək deyə Ukraynalı nazir vurğulayıb. Andrey Sibiqa Ukraynaya göndərdiyi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib. Bu çətin anda dostun yardım əlidir. Bu yardımların bizim üçün mənəvi dəyəri çoxdur deyə nazir bildirib. Onun sözlərinə görə bugünkü təkbətək və geniş tərkibdə danışıqlar zamanı digər məsələlərlə yanaşı tərəflər humanitar mina təmizləmə sahəsində əməkdaşlıq, ticarət iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub. Mənim buradan Azərbaycanın işgüzar dairələrinə mesajım var. Müharibəyə baxmayaraq Ukrayna hələ də cəlbedici bazar və etibarlı tərəfdaş olaraq qalır. Biz Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyalarını dəstəkləyəcək və qoruyacağıq. Azərbaycan şirkətləri və investisiyaları Ukrayna üçün çox önəmlidir. Bəli, ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Bununla belə daha böyük inkişaf üçün potensial mövcuddur. Biz bu məsələ ilə bağlı hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi barədə razılığa gəldik deyə Andrey Sibiqa vurğulayıb. Ukraynalı nazir həmçinin qeyd edib ki, danışıqların mühüm mövzularından biri də Azərbaycanla enerji əməkdaşlığının inkişafı olub. Biz həm Ukraynanın, həm də bütün Mərkəzi Avropanın enerji müstəqilliyini gücləndirəcək birgə layihələr həyata keçirə bilərik. Ukrayna, Azərbaycan və Avropa üçün enerji qovşağına çevrilməyə və əməkdaşlığın inkişafına yeni təkan verməyə hazırdır deyə Sibiqa əlavə edib.